Düldül Medya təqdim edir. Dünən əzbərlədiyim şeir yenə yadımdan çıxdı. Özü də o şeiri düz 14 dəfə təkrarlamışdım. Sən gündə 3 saat televizora baxırsan. Buna görə də yaddaşın zəifləyir. Bəs nə qədər baxmalıyam? Ən çox 1 saat baxmalısan. Bir də ki, yaddaşın güclənməsi üçün qoz, moruq, çiyələk, tərəvəzlər və balıq yemək lazımdır. Balıq? Mən balıq yeməyi çox sevirəm. Gedək anaya deyək, bizə balıq bişirsin. Gedək. Ana, biz gəldik. Anacan, nə oldu sənə? Deyəsən qrip olmuşam. Biraz da qızdırmam var. Ana, niyə görə xəstələnmisən? Yəqin soyuqlamışam. Bəs qrip üçün dərman içmisən? Dərmanımız qutarıb. Uşaqlar, siz də məktəbdən gəlmisiniz. Yəqin ac olarsınız. Mən də yemək bişirə bilməmişəm. Narahat olmayın, sizə yeməyi özüm bişirəcəm. Amma əvvəlcə anayı bu çayı itirdək. Buyur. Bismillah. Qızım, yemək bişirməkdə qardaşın əli də sənə kömək etsin. Tək başına bişirə bilməzsən. Yaxşı anacan. Mən də gedib aptekdən sənə dərman alacağam. Dərmanın adı nədir? Al, dərmanın adını bura yazdım. Yaxşı, mən getdim. Gəl biz də yemək bişirək. Hut. Adil. Əllərini yumusan? Bəli, əlbəttə yumuşam. Mən hər gün məktəbdən gələndə əvvəlcə əllərimi yuyuram. Bax, bu yeməkdən bişirək. Onu bişirmək çətindir. Gəl bunu bişirək. Əli, nə olar? Fatimə, mən acmışam. 2 saat oturub dolma bükən deyiləm. Bəxtimiz gətirib ki, soyuducuda hazır qiymə var idi. Yoxsa axşama qədər burdaydıq. Əli, sən dolmaları çox iri bükürsən. Bax, belə nazik olmalıdır. Uf. Adil, nə olub? Niyə görə belə kədərlisən? Anam xəstədir, ona dərman almağa gedirəm. Allah şəfa versin. Narahat olma, dərmanı içəndən sonra sağalacaq. Hut, bəs Allah niyə bizim xəstələnməyimizə mane olmur? Adil, Allah insanlar xəstələnməsin deyə bir çox işlər görüb. Çirkli olanda yumağınız üçün su verib. Yediklərinizi rahat həzm edəsiz deyə çeynəməyə yarayan dişlər verib. Qüvvətli olmağınız üçün çoxlu vitaminlər, meyvələr və tərəvəzlər verib. Soyuq və istidən qorunmağınız üçün isə sizlərə paltar tikməyi də öyrədib. Bütün bunlara baxmayaraq yenə xəstələnsəz, o xəstəlikdən sağalmaq üçün sizə dərman düzəltməyi belə öyrədib. Əgər insanlar özlərinə yaxşı qulluq etsələr, daha az xəstələnərlər. Allah bizi gör nə qədər sevir.
bu qədər işi bizi xəstəlikdən qorumaq üçün eləyir. Bəli. Allah yaratdıqlarını çox sevir. Ay, Nə oldu? dərmanın adı yazılmış kağız yadımdan çıxıb evdə qalıb. Əgər həkim olsaydı, daha tez sağalardı. Fuadın anası həkimdir. Gedək onu çağıraq. Ay ana, iynə. Bu uşaqların niyə iynədən qorxduğunu heç başa düşmürəm də. Axı iynə həyat qurtarır. Hə, uşaqlar, səs salmayın. Qoyun ananız biraz dincəlsin. İnşallah sabaha qədər sağalar. Çox sağ ol, zəhmət çəkib bura qədər gəldin. Narahat olma, Allah şəfa versin. Mən çox yoruldum. Ana hər gün bu qədər işi necə görür? Hələ bu nədir ki? Fatimə mənə 1 saat dolma bişirib. Adil, sevdiyin cizgi filmin vaxtıdır. Yox Fatimə, bu gün 1 saat televizora baxmışam. Bəsimdir. Sonra yaddaşım zəifləyir. Ata gəldi. Salam uşaqlar. Salam ata. Salam. Sizin üçün meyvə və tərəvəz almışam. Bunlardan yeyin ki, sağlam olasınız. Çox sağ ol atacan. Bu bölümdə Adil öyrəndi ki, gün ərzində televizora çox baxmaq yaddaşı zəiflədir və vaxtı səmərəli keçirməyə mane olur. O, həmçinin başa düşdü ki, sağlam qalmaq üçün meyvə və tərəvəzlə qidalanmaq lazımdır.